Patentin ləğvi və buna aid əsas məlumatlar. Məlum olduğu kimi, patent Rusiya ərazisində əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbi vətəndaşlara verilən sənəddir. O, 1 aydan 12 aya qədər müddətə rəsmiləşdirilir və bu müddət aylıq gəlir vergisinin ödənişi vasitəsilə dəfələrlə uzadıla bilər. Lakin əgər əcnəbi vətəndaş Rusiya qanunvericiliyinin tələblərinə əməl etməzsə, patentin müddəti uzadılmış olsa belə, o ləğv edilə bilər. Patentlərin ləğvi ilə bağlı əsas səbəblər Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi statusu haqqında federal qanunda göstərilib. Əgər əcnəbi vətəndaşa patentin verilməsindən və ya yenidən rəsmiləşdirilməsindən imtina edilibsə, yaxud əvvəllər verilmiş patent ləğv olunubsa, həmin şəxs yenidən patent üçün müraciət edə bilməz. Yalnız 1 ildən sonra bu hüquqa malik olur. Patent yalnız aşağıdakı hallarda etibarlı sayılır. Gəlir vergisinin avans ödənişi vaxtında həyata keçirilibsə və əmək fəaliyyəti barədə bildiriş vaxtında təqdim edilibsə. Bu dəyişikliklər xüsusilə Rusiyada işləyən azərbaycanlı əmək miqrantları üçün önəmlidir. Belə ki, bu qərar yenə Rusiyada miqrantlara verilən əmək patentlərinin ləğvi ilə bağlı mexanizmlərin sərtləşdirilməsi Rusiyada yaşayan və işləyən azərbaycanlılara da birbaşa təsir göstərə bilər. İlk növbədə qeyd edək ki, patent Rusiyada qanuni işləmək üçün əsas sənəddir. Xüsusilə də fərdi sahibkarlar və ya tikinti, xidmət və ticarət sahəsində çalışan miqrantlar üçün. Bu sənədin etibarsız sayılması və ya ləğvi azərbaycanlı əmək miqrantlarının böyük bir hissəsini risk altında qoyur. Bəs əsas təsirlər nədir? 1. Sənədlərin idarə olunmasında məsuliyyət artır. Azərbaycanlı miqrantların hər ay patentin uzadılması üçün fiziki şəxslərin gəlir vergisi üzrə avans ödənişini vaxtında etmələri və əmək fəaliyyəti barədə bildirişləri düzgün təqdim etmələri vacib olacaq. Kiçik bir gecikmə belə patentin avtomatik ləğvinə gətirib çıxara bilər. 2. Qanunsuz əmək riski artır. Əgər kimsə sənədin ləğvindən xəbərsiz işləməyə davam edərsə, bu həm miqranta, həm də işə götürənə qarşı inzibati cərimələrə və ya deportasiya qərarına səbəb ola bilər. 3. Təkrar müraciət məhdudiyyəti. Yeni qaydalara əsasən, əgər bir azərbaycanlının patenti ləğv olunarsa, o 1 il ərzində yenidən patent üçün müraciət edə bilməyəcək. Bu isə həmin şəxsin Rusiyada işləmək imkanını itirməsi deməkdir. Və nəhayət 4. Rəsmi əmək münasibətlərinə keçidə təzyiq. Ekspertlər bildirirlər ki, bu mexanizm Rusiyada miqrasiya sisteminin tənzimləməsinə yönəlib. Yəni, hökumət istəyir ki, yalnız qaydalara ciddi əməl edən, vergisini ödəyən və qeydiyyatda olan şəxslər əmək bazarında qalsın. Azərbaycanlılar üçün bu daha məsuliyyətli və şəffaf əmək fəaliyyətinə keçid deməkdir. Nəticə etibarilə Rusiyada işləyən azərbaycanlılar üçün bu dəyişiklik həm intizamlı davranış zərurətini, həm də rəsmi qaydalara uyğun işləməyin vacibliyini bir daha gündəmə gətirir. Sadə dillə desək, kim sənədlərini vaxtında yeniləyir, vergisini ödəyir və əmək fəaliyyətini qanuni qeydiyyatda keçirirsə, o risk daşımır. Amma bu qaydaları pozanlar üçün Rusiyada işləmək getdikcə daha da çətinləşəcək.